Əgər sən də bisepslərini daha güclü etmək istəyirsənsə, göstərəcəyim 2 məşqi hər gün evdə 3 set olmaqla 15 təkrar et. Birinci məşqimiz əllərimizi bu vəziyyətdə tutaraq jim vəziyyətində. Gəlin başlayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15 təkrar edəndən sonra 10 saniyə fasilə edib növbəti ikinci setə keçirik. Gəlin ikinci setə keçək. 1, 2, 3, 4, 5, 6, 8, 9, 10, 11, 12, 13, 14, 15. Və yenə də 10 saniyə fasilə edib sonuncu üçüncü setə keçəcəyik. Gəlin üçüncü setə də keçəyin. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 və 15. Bu məşqi edəndən sonra ikinci məşqimiz isə əllərimizi bu vəziyyətdə tutaraq normal jim vəziyyətində dayanıb sadəcə əllərimizi maksimum dərəcədə qollarımızla paralel olaraq yerə 90 dərəcə basmasını etməkdir. Gəlin başlayaq. Əllərimizi baxın vəziyyətdə tuturuq. Gəlin birinci setə başlayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 10 saniyə fasilə edirik və davam edirik. Gəlin davam edək. Əlbəttə bunu da deyim ki, siz 10 saniyə fasilə etməyə bilərsiniz, daha çox da fasilə edə bilərsiniz. Yəni maksimum yarım dəqiqə fasilə etməyiniz sizin üçün bəs edər məncə. Amma ortalama 10-15 saniyə fasilə idealdır, daha yaxşıdır. Gəlin bax ikinci setə keçək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Yenə də 10 saniyə fasilə edirik və sonuncu setə keçəcəyik. Gəlin sonuncu setə də keçəyin. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 və 15. Bəli, qol qabağı üçün, biceps üçün bu iki məşqi hər gün siz evdə etsəniz, qollarınız daha güc olar. Siz bu nəticəni özünüz də hiss edəcəksiniz. Sonda belə videoların daha çox gəlməyi istəyirsinizsə, kanalıma abunə olub, like edib, yorum yaza bilərsiniz. Sağ olun, növbəti videolarda görüşənədək.